sevmək falan. Sevmək ürəyin funksiyasıdır, iradə aktı deyil. Bütün qədim şərq müdrikləri deyir ki, özünüzü özünüzdən qoruyun. Tanrı bizə içimizdə özündən o parçaları da verib. Yaratmaq parçasını verib, sevmək verib, mərhəmət verib, işıq verib, bir çox bizə verib o ünsürləri. Ən böyük sənin qazancın elə odur ki, Allahın qulluğunda olasan. Yox, əsas mən bir dənə yaşayıram, mənim öz həyatımda. Balaca adam fəlsəfəsi yayılır. Özünü sevmək sadəcə birinci etap. Sonra artıq sənin nəyi sevmək, ətrafımızdakı insanları, övladını, Qulluğun valideynlərini. olmalıdır sən. Bəli, o Qulluğun zaman yoxsa yoxsansın. o zaman özümüzü kəşf edib tapırıq. Budda deyirdi ki, qohum, qardaş, ata-ana sənə nə qədər yaxşılıq eləyir eləsin, yaxşı bir fikir, xeyirli bir fikir, daha artığını eləmək iqtidarıdır. Sevilmənin ilk şərti sevməkdir birincisi. Yəni indi amma insanlar şərtli sevirlər. Deyir ki, mənə bunu etsin, mən onu da sevəcəm. Şərqdə həmişə insanlar düşünüb ki, görsən ki, bacarırsan, istə. Qərbdə isə təlqin edirlər ki, istə, bacararsan. Əsas Özüm, Əsas Çözüm kanalına xoş gəlmisiniz. Bu dəfə bizim çox dəyərli və hörmətli qonağımız var. Müşfiq bəy, xoş gəlmisiniz Müşfiq bəy. Müşfiq bəy, biz sizinlə ilk qarşılaşdığımızda bir tədbirdə qarşılaşmışdıq və sizin oradakı nitqinizdən sonra məndə bir var olan, özümdə olan o işığı xatırlatdınız. Mənə sanki bir mesaj kimi verdiniz. Hətta belə deyə bilərəm, səhv etmirəmsə, qədim Yunan filosofu Epiktet demişdi ki, Allah sizinlə danışmaq istəyəndə, Tanrı sizinlə danışmaq istəyəndə bunu bir vasitə ilə sizə bir insan vasitəsilə çatdırır. Və o vasitə də siz olmuşdunuz mənə. Bunun üçün sizə çox təşəkkür edirəm. Düşünürəm ki, bu gün də biz bir çox insanlara vasitə olacağıq, işıq olacağıq. Amma çox təəssüf ki, hal-hazırdakı insanlar o içlərində olan o işığı və yaxud qarşıdakında olan o işığı nə görməyə səy göstərirlər, nə də ki, bilmirlər necə tapsın. Biz insanlar bir-birimizə zəncirvari bağlıyıq və birimizə toxunduğunda hər kəsə toxunmuş oluruq və birimizə o işığı ötürəndə o işıq bizə də yansıyır. Bəzən ola bilər, bəli, təbiətdə də görürük ki, deyək ki, hava dumanlıdır, buludludur, amma biz bilirik ki, onun arxasında möhtəşəm bir günəş var. Bax, o günəşi tapmaqla insanlar çətinlik çəkirlər. Və yəni həm həyatın mənasız olduğunu deyirlər, həm də bir məna axtarırlar. Və insanların o qaçırtmamalı olduğu o məqam hansıdır hal-hazırda? Çox qəşəng sual. Belə ürəyindən vurdu hər şey. Qaçırmamalı məqam odur ki, adam gərək əxlaqı ilə məşğul olsun. Tamam, başqa yerdən gəlir. İnsanın qəlbi geniş deyilsə, insanın səxavəti, mərhəməti, ədaləti lazımlı səviyyədə deyilsə, vicdanı, o adama həqiqət batırmaq mümkün deyil. O adam həqiqətin yanından burnunu belə dik tutub keçir. Peyğəmbərlər belə gəlsə, bəlkə evlərində o adamın peyğəmbərlərin portretləri var, sözlərini yazıb divara, səhər axşamda ibadət edir, adamlara da deyir ki, bax, mən peyğəmbərin vaxtında yaşasaydım, necə ona qulluq eləyərdim, necə ona qulaq asardım, deyir. Amma əslində Yasin surəsində peyğəmbərləri öldürəcək nəfsdə bir adamdır. Başa düşürsünüz, o addır onun üçün indi. Onu başqa bir şəkildə görsə, öldürər peyğəmbərə. Təkəbbüründən özünə sığmaz. Ona görə də bütün qədim şərq müdrikləri deyir ki, özünüzü özünüzdən qoruyun. Siz çox böyük bir təhlükəsiz özünüz üçün. Düşmən adama neynir eləsin, siz daha betərini eləmək iqtidarındasınız. Çünki əgər qəlbiniz dardısa, ədalət hissiniz, tərəziniz doğru deyilsə, təkəbbürlüsünüzsə, siz həqiqət sözünə qarşı kar olursunuz.
qulağınızı his pas elə örtür ki, siz o adamları tanıya bilmirsiniz. Mən ondan üstünəm. Mən ona niyə qulaq asmalıyam ki? Deyə deyir. Ona görə də insan ilk öncə inkişaf eləmək üçün qoy valideynlər də, hər kəs də onun əxlaqını müşahidə eləsinlər. Uşaqda zalımlıq əlaməti görəndə, egoizm əlaməti görəndə dizlərinə çırpsınlar. Bu uşaq bədbəxt olacaq deyə. Əksinə sevinirlər bəzi valideynlər. Uşağın nətər özünü müdafiə edir. Məsələn, siz dediniz, mənim yadıma düşdü. Son vaxtlar öz uşaqlığımı çox analiz edirəm və bir şeyə baxıram ki, o vaxtlar mənim xoşum gəlmirdi o xüsusiyyətimdən. İndi fikirləşirəm ki, məni elə o xilas edibdi. Məsələn, mənə şapalaq kimi həqiqəti tərs deyəndə, bəzən elə şapalağın özü ilə bərabər verəndə o həqiqəti, mən hirslənirdim, amma o adamın da haqlı olduğunu ağlımdan çıxara bilmirdim. Mən gərə o qədər hirslənəydim ki o adama, o adamın dediyini də özü ilə bərabər rədd eləyəydim. Amma o adamın dediyi həqiqət idisə, mən içimdə yansam belə, egom incisə belə, o həqiqətə boyun əyirdim. Yaxşı ki, bu xüsusiyyət varmış məndə. Həqiqətə qarşı müqavimətsiz olmaq. Və az-çox məni kömək eləyən bu oldu, xilas eləyən də bu oldu düşünürəm. İnsanlar isə normada çox egoistdirlər. Ona tərs bir köşədən bir söz deyilən, xətrinə dəysə, həqiqəti belə danar. Allahı belə danar, əgər onun egosuna toxunursa. Ona görə egodan özünü müdafiə edin. Çox sağ olun, çox təşəkkür edirəm. Siz nitqinizdə söylədiniz, ilahi ədalət dediniz. Biz hardan biləcəyik? İlahi ədalət dedikdə bunun ölçü vahidi nədir? İnsanın qoyduğu ədalətdirmi? Bu vicdanın ölçüsü nədir? Ədalətin ölçüsü. Əslində bu insana verilibdir. Məsələn, biz yaxşı nəğmə eşidəndə, körpə olanda belə başımız qalxır, belə qulaq asırıq ona. Nə gözəl. Bizdə gözəlliyə reaksiya vermək hissi var ürəyimizdə. Biz elə əlyalın da buraxılmamışıq Allah tərəfindən yer üzünə. Bizim ürəyimizdə o hissiyat var. Gözəl şeir ola, biz ona reaksiya verək. Gözəl bir musiqi ola, əsər ola, rəsm əsəri ola. Və bizim qəlbimiz də əgər pis əməllərlə korlanmayıbsa, bizim qəlbimizdə də ədalətə qarşı həssaslıq var. Çox güclüdür o həssaslıq. Uşaqlarda o olur. Ego baş qaldıranda başlayır o sönməyə. Ağlımız gücləndikcə bizim ədalət hissimiz korşalmağa başlayır. Hətta məsələn, biz ögey ana belə ola bilərik, zalım ata belə ola bilərik. Nə vaxtsa böyüyüb, o qədər həqiqətdən uzaq düşə bilərik ki biz. Amma uşaq olanda hiss eləyirik zalımlığı, ədalətsizliyi. Ona görə gərəkdir ki, öz təmizliyinə baxasan. Bəzən tutalım ki, indi həyat əyri gedibdir, rəqabətə düşmüsən, rəqabət adamı çox kirləndirir də. Biz hansısa bir pozisiyadan ötürü onunla didişirik, bununla didişirik və bu didişmə prosesində haqqı unuduruq. Mütləq qalib gəlmək istəyirik, hərənin öz boğazı var, hamı istəyir çörəyi özünə çəksin, yorğanı üstünə çəksin və bu davalarda biz gəlib zalımlaşırıq. Zalımlaşan kimi bizim həqiqət əssaslığımız, ədalət əssaslığımız itir. Ona görə qədim ustadların yanına gələndə tələbə, o onun mənəviyyatı ilə məşğul olurdu. Deyirdi, məsələn, filan praktikaları elə ginən, məsələn, bir təkəbbürlü adam var idi, gəlmişdi ki, bax, mən də Quran oxuyuram, amma bu həqiqət mənə çatmır da. Mən neyniyə bilərəm? Bax, sənin kimi bilim o hikmətləri, mənaları. Ustad da deyir ki, baxır buna, həmən sir-sifətindən, paltarından, saqqalından başa düşür ki, problem hardadır, problem təkəbbürdədir. Deyir, bir dənə dərman var, amma sən onu eləməzsən. Onu eləsən, qapıların açılacaq.
Deyir, nə dərman deyirlər. Deyir, belədir, gedirsən saqqalını qırxırsan, orta əsrlərdə də kişinin saqqalını qırxması ayıb bir şey sayılır. İndi normaldır. Və ayıb bir şey sayılırdı, rüsvayçılıq sayılırdı. Gedirsən saqqalını qırxırsan, boynundan da bir belə lövhə asırsan ki, kim mənim peysərimə bir şapalaq vursa, ona bir ovuc qoz verəcəm. Gedib durursan bazarın ortasında. Qoy cəmaət səni çırpsınlar. Çırpsınlar, hamıya da qoz ver, gülümsəyə, gülümsəyə. Bəlkə sənin içindəki o təkəbbürü palazın tozunu çırpan kimi çırpıb çıxaralar ürəyindən. Sən o qədər alçalandan sonra öz sıfırıva, təbii halıva qaydarsan bəlkə. Ondan sonra sən Quranın sözlərini anlaya bilərsən. Demək ki, bu fabrik ayarlarına qaytarmaq lazımdır insanı ki, insan eşidən olsun. İnsanların qulaqlarında əngəl egodan yaranır. Məsələn, indi çox qəribə bir axmaq zamanaya gəlmişik, çıxmışıq. Gənclərə aşılayırlar ki, sən kimdən əksiksən ki? Və ya səndən artıq kim olacaq ki? Bu çox təhlükəlidir. Bu şeytani bir psixologiyada aşılayırlar. Hamı deyər ki, bu doğrudur, mən deyirəm ki, bu yanlışdır və bu şeytanidir. Səndən güclülər olacaq. Səndən yaxşılar olacaq. Sən özündən güclüləri və yaxşıları qeyd eləyə bilməsən, fərqinə vara bilməsən, batdın sən insan kimi. Dəhşətdir. Məsələn, mən müəlliməm, sinifdə uşaqlar oturur, birinə 10 bal yazıram, o birisinə deyərim 8 bal yazıram. Mən qiymət qoymaqla uşaqları dilemma qarşısında qoyuram ki, bax, sənin yanında oturan o uşaq səndən bir baş üstündür. Yeyə bilərsən bunu. Həzm eləyə bilərsən bunu. Və bir şey də deyirəm. Bəziləriniz ömrü boyu çabalasa da, bütün kitabı əzbərləsə də, onun bir cümlədə verdiyi dərinliyi verə bilməzsən. Bu ömründə sən ona çatmazsın. Bunu qəbul elə. Bunun əvəzinə insanlara nə depoluyurlar? Sən heç kimdən əksik deyilsən. Adam paxıllıqla dolur. Adam həyatını faciəyə sürükləyir. Mən də bacararam. Bəlkə bacarmazsan. Məsələn, səndə musiqi qabiliyyəti yoxdursa, sən necə musiqiçi olmağı kafava taxa bilərsən? Salieri olacaqsan, Mozart öldürəcəksən sən. Sənin ağlıma düşsə ki, heç kimdən mən əksik deyiləm. Yox, sən çox adamlardan əksiksən. Çox adamlardan da üstünsən. Amma çox adamlardan da əksiksən. Bunu qəbul edə bilmirlər adamlar. Ölkə olaraq da, vətəndaş olaraq da, məsələn, deyirəm ki, indi biz bu coğrafiyada yaşayırıq, ətraf xalqlara bax, aşağı yuxarı biz bunlar kimi yaşayırıq. Biz Avropada yaşamırıq. Sən Avropa standartları ilə Qafqaza yanaşa bilməzsən. Yox, mən istəyirəm, ən yaxşısına layiqəm. Bir-birinə təbrik yazanda da yazılar, ən yaxşısına layiq oldu. Xeyr ola, layiq olsa Allah verəcək, narahat olma ki. Amma adamları qudurdurlar. Adamlara qaz verirlər. Sonra o faciəvi şəklə düşür. Məsələn, bir şey deyim, şərqdə həmişə insanlar düşünüb ki, görsən ki, bacarırsan, istə. Qərbdə isə təlqin edirlər ki, istə, bacararsan. Yanlışdır. Mən durum rəssam olmaq istəyim, amma məndə rəssamlıq qabiliyyəti yoxdursa. Və yaxud məndə rəssamlıq qabiliyyəti var, məsələn. Uşaqlıqdan şəkil çəkmişəm. Amma mən bir vaxtlar anladım ki, rəssamlıq düşüncəsi və özümü bununla ifadə eləməyə meyil çox deyil məndə. Mənim məsələn musiqi qabiliyyətim də olub. Amma mən başa düşdüm ki, bu məsələn məndə bu belə deyil. Məsələn, Vüqar Camalzadədəki kimi deyil ki, o fikrini musiqi ilə ifadə etməyi sevir, bacarır. Yəni, bunu gərək anlayasan ki, o səndən üstündür bu sahədə. Girmə bura. Axtar özünü tapkinan ki, harada sən bir şey eləyə bilərsən, orada da tutan mən filosof olmuşam. Mən hamıdan üstünəm mi filosof kimi? Yox, mənim də öz boyum var. Və mən öz boyumu və həddimi bilirəm. Amma sevinirəm ki, öz boyumda, öz həddimdə faydalı ola bilirəm. İnsan bunu şey eləməlidir. Amma mütləq ağlına qoysun ki, mən Nobel alacağım, Oscar alacağım.
həyatlarını zəhərləyirlər. Yazıçı var, vətəninə xəyanət elədi ki, təki Oskar alsın, onu da vermədilər ona. Bu faciələrə gətirib çıxarır. Çox doğru qeyd etdiniz. Hal-hazırda insanlara təlqin etdikləri çox faciəvi. Yəni kimsə kimsədən üstün deyil, kimsə kimsədən əksik deyil. Hər kəsin öz həyat yolu var. Hər kəs özü kimidir. Sən yaxşı olmaq məcburiyyətində də deyilsən bir şeydə, əgər bacarıq yoxdursa. Və siz toxundunuz ki, əgər bəlkə kimdəsə yaradıcılıq var, bəlkə kimdəsə yoxdur. Mən belə düşünürəm ki, biz Tanrıdan bir parçayıq. Yəni Tanrı bizə İçimizdə özündən o parçaları da verib, yaratmaq parçasını verib, sevmək verib, mərhəmət verib, işıq verib, bir çox bizə verib o ünsürləri. Bəs biz nə yaratmalıyıq bu həyatda? Bizim yaratmalı olduğumuz şey nədir? Elə biz də Tanrının işini görürük yer üzündə. Belə böyük çıxmasın, amma Allah elə özü də belədir. Mən yer üzündə canişin yaradıram. Yəni mənim təmsil eləyən birisini yaradıram. Və Allah nə edirsə bütövlükdə, nə edir Allah? Bütün varlıqları sevir, onlara mərhəmətlə yaraşır, onların böyüməsinə şərait yaradır. Sən də yaxşı inkişaf eləsən bu işlə məşğul olacaqsan. Xeyir də odur. Xeyir varlıqların inkişafında onlara dəstək olmaq deməkdir. Məsələn, onun inkişafına dəstək olmayacaq bir iş xeyrə bənzəsə də xeyir deyil. Və bəzən bu inkişafına dəstək olmaq zülmə də oxşaya bilər kənardan. Məsələn, atası Paganini zirzəmidə bağlayırdı ki, bayra çıxmayacaqsan oynamağa, otur çal skripkanı. Zülmdür də uşaq üçün. Amma otururdu, işləyirdi, məcbur qalırdı və zamanasının ən böyük skripkaçısı oldu. Paganini çox gözəl də musiqilər yazırdı. Yəni bəzən zülmə oxşuyur adama verəcəyin dəstək. Amma o xeyirdir. Bəzən xeyir oxşuyur, amma zülmdür. Məsələn, uşağı qudurdurlar. Hər şeyi nə istəyir rahat verirlər. Uşaq zəhmət nə olduğunu bilmir, valideynin zəhmətini də anlamır. Allah da daş salır beləsinə. Çünki Allah istəyir ki, yer üzündə qədir bilən insanlar böyüsünlər. Ona görə uşağınızı qədir bilməyən kimi böyüdürsünüzsə, onun faciəsinə zəmin yaradırsınız siz. O bilməlidir ki, bir dənə alma belə çox dəyərli bir şeydir. Çox da ki, sənin pulun çoxdur. Qoyma inan ki, tikəsi qalsın qabında. O kiminsə mədəsinə düşmək üçün yaradılıbdır. Sən yemirsənsə götürmə o qədər. Boş qabığa qoyma o qədər. Yeyəcəyin qədər qoy inan. O birisini baxaq görək başqalarına verə bilərik mi? Bu həssasiyyətdə böyütün. Və ya məsələn, özü bir şey almaq istəyirsə, onu qazanmağa şərait yaratmaq lazım. O biraz işləsin, əziyyət çəksin. Çünki normal insan böyüməsi budur. Ona görə xeyir, insan yer üzündə nə edir? Allahın işini görür. Etdiyi hər bir hərəkətlə xeyir əməlin bir belə bir məzmunu var ki, Allah səni sevir. Məsələn, bir konfet verirsən birisinə, əslində konfet deyirsən ki, Allah səni sevir. Mən də səni sevirəm. Ona görə bu işlər bizə xoş gəlir. Kiçik hədiyyələr, kiçik diqqətlər. O elə bir ki, adam bizə Allahın sevgisini ötürmüş olur və Allaha da bu çox xoş gəlir. Ki, bəndələri onun yolu ilə. İnsan belə yaradılıbdır. O yer üzündə Allahın köməkçisi rolunu oynamalıdır və yalnız o zaman o xoşbaxt ola bilər. Qalan digər perspektivlərdə xoşbaxt olmur. Ömrünü nəyə həsrləsə, dünyanın parasını qazanmağa həsrləsə, Elon Musk belə olsa xoşbaxt olmayacaq. Eynən, həqiqətən çox doğru qeyd etdiniz. Hal-hazırda bizə o aşılanan dediniz ki, ancaq özünü sev, ancaq özünü fikirləş, ancaq özün. Amma o vaxtı indi yəni bu sözü işlətməyi düzdür sevmirəm, amma vaxt var idi ki, mama papalarımız bizə işləyirdi ki, bizim vaxtımız belə idi. İndi isə biz öz övladlarımıza deyirik ki, bizim vaxtımızda həqiqətən o kiçik jestlər, nənə babanın verdiyi o konfet
həqiqətən də o sən deyir alma saxlamışıq məşğul filmdə. eynən, həqiqətən elədir. Amma indi dünyanın oyuncağını alırsan uşaqlara, misal çəkirəm, deyir, bu nədir? Mən bunu istəmirdim. Mən Lego istəyirdim. Mən bunu istəyirdim. Mən onu istəyirdim. Hətta bəzi valideynlər uşaqlarına elə öyrədirlər ki, siz deyən kimi nə olsun, pul ola bilər. Hər kəsin az-çox pulu ola bilər. Yəni təbii ki, biz övladlarımıza ən qəşəng, yaxşı insan olaraq birinci ilk olaraq bunu demək, insan olaraq yaxşı yetişdirməliyik. Sonra isə onun xoş hərəkətləri, xoş xasiyyəti olmağını biz öyrədib təbliğ etməliyik ki, özümüz elə olmalıyıq, uşaq da elə olsun. Amma çox təəssüf ki, hazırda ancaq deyirlər ki, özün ye. Bunu götürdünsə, özün şeylə məktəbə biz gedirdik, o vaxt yemək götürürdük. Mamalarımız artıq gördü ki, uşaqlarla paylaş, bölüş. Bir mandalini biz 10 uşağın arasında bölürdüksə, indi valideynlər deyir ki, bunu sən ye ha, birdən çaşıb parta yoldaşına verərsən, birdən kiməsə verərsən. O qədər balaca, bu dəqiqə cümlə olaraq balaca görsəniz, amma çox faciəvi bir şeydir həqiqətən də. Ona görə siz o cümləni işlədəndə belə mənim xatirəm canlandı ki, necə bir övlada deyə bilərsən ki, ancaq özü fikirləş. Biz hətta bu videoları adına əsas çözüm qoyanda da fikirləşirlər ki, biz egoistcəsinə yanaşırıq ki, özüm çözüm. Yox, deyir ki, özünü sev, çözüm də özündədir. Özünü sevəndə istərsəniz başqalarını da sevməyin nə gözəl olduğunu görəcəksən. Bir şey söyleyeyim. İndi psixoloqlar da bu tezisi çox yanlış yerə istismar edirlər. Özünü sev. Özün üçün yaşa. Gəlir psixoloqun yanına hər arvad, buna bir ayrıca deyir ki, sən özün üçün yaşamamısan ki. Sən özün gedirlər ayrılırlar. Deyir, mən yanlış fikirləşmişəmmiş bu vaxta kimi. Mən sizin üçün yaşayırdım. Mən heç özüm üçün yaşamamışam. Bilmirəm, Hind fəlsəfəsi ilə nə qədər tanışsınız. Hindistanda 4 insan tipi müəyyənləşdiriblər Vedalarda. 4 varnalar və ya kastalar deyirlər. Kasta ispan sözüdür, varnalar doğrudur. Deməli, aşağı pillədə şudralar durur. Ən aşağı səviyyəli insanlardır. Onlar ancaq özlərini sevirlər. Özündən başqa heç kimi sevmir. Harda balasını zibilxanaya atıb gedən ana gördünüzə, xəbərlərdə olur. Bilin ki, o şudradır. Harda bütün parasını arağına xərcləyən, balalarını ac qoyan, məsuliyyətsiz, şərəfsiz ata gördünüzə, o şudradır. Ondan bir pillə yuxarıda yaşayan adam səviyyəcə, ruhani səviyyəsi. Onlara vahişi deyirlər hindlilər. Onlar ailəsi üçün yaşayırlar. Onlar hər şeyi ailəsi üçün edirlər. Gedir Sibirin soyuqlarında işləyir ki, ailəsinə ev alsın, çörək pulu göndərsin, Moskvanın bazarlarında, nə bilim harda, Kanadada, İstanbulda işləyir ki, ailəsinə çörək pulu göndərsin. Bu atalar ailə üçün yaşayırlar. Elə analar da var. Heç özünü düşünməz, ailəsi üçün yaşayar. O, bir pillə yüksəyin adamıdır. Bunlardan bir pillə yüksək adam vətən üçün yaşayar. Vətəni düşünərək yaşayan, risk eləyən adamlardır. Bilirsiniz elə adamların tarixlərini. Onlar bəzən ailəsindən kəsərlər, ailə səadətindən kəsərlər. Özlərini vətənə həsr eləyərlər. Çox risklər alarlar bu adamlar. Bunlar bir pillə yüksəkdirlər. Onlar ədalət uğrunda ölərlər, canlarını verərlər, ədalət üçün yaşayarlar, həqiqət üçün, şərəf üçün yaşayarlar, xalq üçün yaşayarlar, vətən üçün yaşayarlar. Onlardan bir pillədə yuxarısı var. O adamlar həqiqət üçün yaşayarlar. Həqiqət uğrunda çarmıxa çəkilənlər, yandırılanlar, öldürülənlər ki olub tarixdə, Jordano Brulolar, Nəsimilər. Bunlar ən üst kişilərdir. Həqiqət üçün yaşayanlar. İndi bizə bu təbliğatla şudra psixologiyası aşılayırlar. Özün üçün yaşa. Şübhəsiz ki, özü üçün yaşamaq birinci pillədir. Amma orada qalmaq olmaz. Sən anasansa, sən özün üçün yaşaya bilməzsən.
Sən atasansa, sən özün üçün yaşayanmazsan. Sən evladsansa, sənin yaşlı valideynlərin varsa, sən özün üçün yaşayanmazsan. Bu özü üçün yaşamaq gətirdi ona çıxartdı ki, Avropanın ortabab şəhərlərində 60-90 arası qocalar evi vardır. Çünki insanlar özləri üçün yaşayırlar. Yer yoxdur orada valideynlərə. Özü üçün yaşayan insanlar daha evlənməməyə başladılar. Doğmamağa başladılar. Uşaq gələcək, mənim həyatımı, hüzurumu pozar. Özüm üçün yaşayaram ondansa. Doğuş da düşdü. Buradakılar başlarını aldadırlar ki, hə, uşaq pulu azdır, kasıbıq, ona görə doğmuruq. Yox əzizim, onda görə Almaniyada o qədər uşaq doğular ki, uşaq səsindən qulağımız tutular. Orada da doğmurlar, İngiltərədə də doğmurlar. Onlar ki, bizdən yaxşı yaşayır. Yox, insanın fəlsəfəsi dəyişdi. Özü üçün yaşayan yaramazlar ordusu yarandı. Egoistlər ordusu yarandı. Sən necə özün üçün yaşaya bilərsən? Konfutsi deyərdi. Sənin qoca ata-anan var. Deyir, bayaq bir dostum var, bərbər o ilə danışırdım. Yanındaydım. Deyir ki, müəllim, valla gedərdim. İşdə təklif eləyirlər xaricdə. Amma atam-anam var. Necə qoyum gedim onlar? Deyirəm, çox düz eləyirsən. Sənin atan-anan, sənə ehtiyacları var, səni görmək istəyirlər. Necə qoyub gedə bilərsən sən onları? Ən böyük sənin qazancın elə odur ki, onların qulluğunda olasın. Yox, əsas mən bir dənə yaşayıram, mənim öz həyatımda. Balaca adam fəlsəfəsi yayılır. Həqiqətən də elədir. Ona görə özünü sevmək sadəcə birinci etapdır. Sonra artıq sənin nəyi sevməyi, ətrafımızdakı insanları, övladını, valideynlərini. Qulluğun olmalıdır sənin. Bəli. Qulluğun yoxdursa, yoxsan sən. O zaman özümüzü kəşf edib tapırıq. Amma bunu da bizdə əngəlləyirlər. Sanki özündən bir şey verməməlisən, kimsəyə özünü fəda etməməlisən. Hətta bunun üzərinə bir şey deyə bilərəm. Erik Fromm deyir ki, sən başqalarını sevmədiyin təqdirdə özünü də həqiqi şəkildə sevə bilmərsən deyə bir cümləsi var onu və insanlar fikirləşirlər ki, mən hər hansı seviləcək bir obyekt tapacağam, nəsə bir şey. Ondan sonra başlayacağam sevgimi verməyə. Amma bu sevgi zaten sənin içərisində olması lazım olan ruhsal bir mənəvi fəaliyyət olmalıdır deyə. Sevmənin ilk şərti, yəni sevilmənin ilk şərti sevməkdir birincisi. Yəni İndi amma insanlar şərtli sevirlər. Deyir ki, mənə bunu etsin, mən onu da sevəcəm. Bunu etməsə, mən onu sevməyəcəm. Amma sevmək onsuz da bir cəsarət tələb edir. Özünü həsr etməkdir. Amma bunun da altında yatır, yəni inanmaq. İnsanın inancı yoxdursa, o zaman yəni sevməyi də verməyəcək. Bax, o vermək ki var, sevməyi vermək ki var, hamı özündə saxlayıb. Bəs sən bunu kimə verəcəksən? Bəs sənin inancın hardadır? Bəs sənin bu yaşama verəcəyin nə olmalıdır? İnsanlara niyə vermək istəmirsən sevgini? Niyə? Özünə də ver təbii ki. Amma insanlara da ver. O bayaq biz danışdıq. Allah bizə özündən bir parça verib tanır bizə. Niyə bunu yaymaq istəmirsən? Niyə özündə saxlayırsan? O zaman sən özün xoşbəxt olmayacaqsan. Yalnız olacaqsan. Sonra da deyəcəksən ki, mən yalnızam. Mən də heç kim sevmir. Axı sən sevmədin heç kimi. Bir şey söyleyeyim. Bu sevgi haqqında da belə çox danışırlar. Sevin, 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 amma insanlar sevə bilmirlər. Çünki çox egoist bir fəlsəfə içərisindədir. Yanlış fikirlər çox böyük fəlakət eləyə bilir adam başına, çox böyük fəlakət gətirə bilir. Məsələn, Budda deyirdi ki, qohum, qardaş, ata-ana sənə nə qədər yaxşılıq eləyir eləsin, yaxşı bir fikir, xeyirli bir fikir, daha artığını eləmək iqtidarındadır. Düşmənlər deyir, nə qədər sənə pislik eləyir eləsin, axmaq bir fikir daha betərini eləmək iqtidarındadır. Ona görə bizim fikirlər bizim həyatımıza təsir edir, çox ciddi şəkildə. Ona görə müqəddəs kitablar fikirlərdir. Sənə bir yeni ideologiya verir ki, belə yaşamaq lazımdır, belə baxmaq lazımdır məsələlərə. Çünki insan yanlış da baxa bilir. Bu sevmək məsələsi də, mən sonra uzun illər eşidirdim, sevmək falan. Sevmək ürəyin funksiyasıdır, iradə aktı deyil. Birinci, insanlar ürəklərini təmizləməlidirlər.
və xeyir əməllərlə genişləndirməlidirlər. O hansısa bir stadiyada o funksiya başlayacaq işləməyə. Yəni tər o kardioqrammada belə görünür, belə ossilloqrafdakı ölü gedirdi, puls yox idi. Birdən-birə puls başladı. Bax, inanın ki, o cürdür. İnsanların çoxsunun ürəyi ölüdür. Egoizmlə tərbiyə olublar, ancaq özünə düşünüblər falan, özüm. Çözüm də gəlməyibdi. Nəticədə bu adam ölüb. Puls yoxdur. Ürəyi vurmuş. Ona görə məsələn elə adamı göndərmək lazımdır, getsin acdarı yedizdirsin. 1 il, 2 il, 3 il. Bəlkə hansısa bir məqamda anlayacaq ki, mən bunları yedizdirmirəm, bunlar məni yedizdirirlər əslində. Bunlar mənim ürəyimi bəsləyirlər və ürək disfunksiyadan çıxsın. Ürək disfunksiyadan çıxanda sevgi seli aşıb daşacaq öz-özünə. Yəni o ürəyin funksiyasıdır sevmək. Belə əmrləmək olmaz insana sevmək, ürəyi bulanar. Sevmək istəmir, zorla necə sevsin başqasını? 2 gün eləyər, 3 gün eləyər, sonra yorulacaq. Ümumiyyətlə, bu müasir həyat ruhaniyyat elmindən xəbəri olmadığı üçün bir çox şeyləri imitasiya eləmək zorundadır, süni saxta formasında. Məsələn, Budda da deyir ki, həqiqəti dərk eləmiş adam çox enerjik olur. Enerjik olur və fəaliyyətdə olur, daima fəaliyyətdə olur. Allahın qulu kimi hər axşam işləyir. Xeyir istehsal eləyir, ədalət istehsal eləyir, gözəllik istehsal eləyir. İşləyir və yorulmuş. Müasir adamsa həqiqətdən xəbəri yoxdur deyə onun süst vəziyyətdədir. Onu yalnız öz egosu ilə maraqlandırıb bir şeyi elətdirmək olar ya da həzlə maraqlandırıb bir şeyi. Bu adam sevgiyə qadir də deyil. O məsəl üçün gözəl bir qızdan xoşu gələ bilər, seksual olaraq xoşu gələ bilər. Evlənə bilər onunla, 3-4 ildən sonra da ona xəyanət eləyəcək, ayrılacaqlar, gedəcəklər. Çünki o böyük məhəbbətə qadir deyil. Onu evlilikdə də ancaq həz maraqlandırır. Əks tərəfi də həmçinin. Və ailələr məhv olur. Çünki insanları birləşdirən ancaq həzdir. Müasir adamın ürəyini diriltmək lazımdır, reanimasiya eləmək lazımdır ki, o həqiqətən sevə bilsin. Ona görə bax bu sonra gəlir. Bəziləri deyir ki, Allahı sevin, insanları sevin. Mən belə başa düşürəm ki, bu adam hələ anlamır nədən danışdığını. Çünki birinci ürəyi reanimasiya eləmək lazımdır. Ürək döyünəndə o özü sevəcək və fəaliyyətdə olacaq. Mən ondan danışıram ki, enerjik olacaq, işləyəcək. Baxın, müasir adam nə edir? Mütləq o təlimə gedir, bu təlimə gedir. Fəaliyyət görüntüsü sərgiləmək zorundadır. Müasir adamlar fəaliyyət görüntüsü, CV görüntüsü sərgiləmək zorundadır ki, bax, mən bu qədər təcrübəliyəm, mən bu qədər iş görürəm. Elmdə də elədir, inarsınız. Adam var, deyir, 400 dənə məqaləsi var. Ay kişi, bir məqaləni 6 ay ancaq yazır adam. Normal alim. Sən 400 dənə məqaləni harda yazdın? Necə yazdın? Falsifikasiyadır bunun hamısı. Necə yaza bilərsən sən? O boyda Platon 3-4 dənə kitab yazıb, sən az qala 40 dənə kitab yazmısan. Ayıb deyilmi? Falsifikasiyadır. Amma ondan tələb eləyirlər. Görüntü, hər il universitetdən tələb eləyirlər ki, neçə məqalə yazmısan? Onu oraya yazırlar. Послушной списки qoyub, uzun olsun. Və bu adamlar elm görüntüsü yaratmağa çalışırlar. Bu adamlar fəaliyyət görüntüsü yaratmağa çalışırlar daima. Halbuki gerçəkdən onlar dirilsələr, ürəkləri dirilsə, onlar elə o qədər belə fəaliyyət yaradacaqlar ki, heç bunu insanlara hesabatını vermək də lazım deyil. Allah bilməsi bəsdir. Bəs necə biləcəyik ki, biz doğru sevgi içərisindəyik? Doğru sevginin içərisindəyik. Onu biləndə biləcəksiniz özünüz. Haqqı bilən bilir ki, mən zənn-i gümana sığmazam. Belə bir testini deyim sizə. İnsan gerçək dəyərlərə çatmayınca mütləq gedir ondan bundan soruşur. Ki, qardaş,
Doğru başa düşmüşəm, bu belədir. Ayzəm, doğru başa düşmüşəm, bu belədir. Gedir oyla buyla məsləhətləşir daima, çünki inamsızdır. Adam həqiqətə çatanda bilir ki, aha, bu imiş bu. Bu təkəbbür deyil. Cavab içərdən gəlir. Cavab içərdən gələnə qədər həqiqət axtarmaq lazımdır. Həqiqət gəlir və göz gördüyünü yalan saymır. Quranda belə bir ayə var. Yəni daxili gözündən görürsən və bilirsən, bu həqiqət, bu imiş. Sənə sübut da lazım deyil xaricdən. Çoxsu da əsəbləşir, istəyir sübutalni, dokumentalni bir həqiqətə gəlib çıxasan sən, verifikasiya eləyə bilsinlər. Elmdə verifikasiya çox önəmlidir də. Amma ruhaniyyatda, fəlsəfədə verifikasiyanı həmişə eləmək olmur. Hər idiot, verifikasiya nədir? Hər idiotun anlayacağı səviyyədə həqiqəti göstərmək. Hər həqiqətlər var ki, onu hər idiota başa salanmazsın. Bizimkilər çox qəşəng deyirlər. Eşşək nə bilir, zəfəran nədir? O zəfəranı ancaq zəfərandan başı çıxan adama, ariflərə göstərə bilərsə, sənin qiymətini də o verə bilər. Ona görə hamıya sübut eləmək kimi bir şey olmur. Siz inkişaf eləyəndə bir məqamda bir şeylərə gəlib çatırsan, bilirsən, ya sən də düşdün bu yola. Sən də düşdün bu qədim yola. Hardan bilirsən, özün bilirsən. Sənin bu ayələr Allah Quranda deyir ki, elm verdiklərimizin ürəklərinə yazılıbdır. Bizim matrisamızda var bu. O oyananda özünüz içərdən bilirsiniz ki, budur. Və zənn-i gümandan kənar qalırsın. Hətta siz dediniz, ağlıma belə bir söz gəldi. Həzrət Əlinin bir sözü var. Bilmirəm ki, yəni insanları dörd yerə bölür və deyir ki, elə insanlar var ki, bilmir ki, bilmir. Elə insanlar var ki, bilir ki, bilmir, bilir. Elə də insan var ki, bilmir bildiyini, bilmir. Elə də insan var, bilmir ki, bilmir. Sizdə mürəkkəb oldu. o necə Tamam. yatmış insanları oyatmaq kimi. Yəni bilməyən insanlar əslində o Buddanın dediyiniz insanlar sadəcə özünü fikirləşən və heç bilmir ki, bilmir. Yəni bilmir. İnsan nə sevməyi bacarır, nə özünü bilir, nə ətrafını bilir, heç nəyi bilmir. Sadəcə düz nəfəs alır bu insan. Hətta özü də deyir ki, orada bu insanlardan uzaq ol. İnsanlara yaxın olma. Bütün hamısına yox da. Elə adam var ki, bilir, amma bilmir ki, bilir. Eynən. Bu isə Bu yaxşı adamdır. Amma bilmir ki, necə bir xəzinənin üstündədir. yatıb oyatmaq Elə lazımdır. adam var ki, bilmir, bilmədiyini də bilmir. Bundan uzaq olmaq lazım. Eynən. Bu təhlükəlidir. O özünü bilən kimi göstərir, amma bilmir ki, bilmir. Elə adam da var ki, bilir və bilir ki, bilir. Onlar müdriklərdir. Bəli, ustadlar. Özü bilir. Sizcə bilmək mi daha önəmlidir, yoxsa inanmaq mı? Bilmək və inanmaq. Bunlar ikisi bir-birini inkar eləyən iki fərqli hal deyil. Həqiqi inamda dəhşətli bir bilgi də var. Amma inam da var. Və inam da böyük bir ödül kimi verilir adama. İnam iradə aktı deyil. Mən məsələn seçirəm Allaha inanmağı. Seçirlər adamlar. Mən Allaha inanıram tutalım ki. Amma bu inam səni qızdırmayacaq axı. O inam sənə ödül olaraq Allah tərəfindən verilməyibsə, bu səni xoşbaxt eləməyəcək. Birazdan tərəddüdlər başlayacaq. Sən seçmisən inanmağı, amma Allah hələ səni seçməyibdir özünə inanan olaraq. Ona görə inam özü də böyük bir yolçuluğun nəticəsidir. Böyük bir yolçuluğun. Məsələn, tutalım ki, sən Beethovensən və sən bilirsən ki, sən yaxşı bəstəkarsan, buna inanırsan. İnanırsan ki, gözəl əsərlər yarada bilərsən. İnam odur. Bilmirsən nələr yaradarsan, amma inamın var. O inam da ödül olaraq sənə verilibdir. Sən o içində hiss edirsən. Təxminən buna oxşuyur. Amma sən seçə bilməzsən bunu. Seçməklə gəlmir adama bu.
Hə, indi biliklə inanmaq. İnam həmişə bilik doğurur. Və bilik də inam doğurur. Həqiqi bilik. O yüzden bunları bir-birinə qarşı qoymaq ki, heç inam lazım deyil. Var elə adamlar. Mən bilirəm, dəqiq olaraq bilirəm. Sən Allahı necə dəqiq bilə bilərsən? Peyğəmbərlər belə bir çox şeyləri bilməyibdi. Məsələn, İbrahim Peyğəmbər soruşur, sən ölüləri necə dirildəcəksən? Deyir, inanmırsan? Deyir, inanıram, amma ürəyim narahatdır. Bax, bu səmimiyyət örnəyidir. Səmimiyyət örnəyidir. Və siz məsələn sevdiyiniz insanın hər şeyini bilmirsiniz. Bioqrafiyasının bir çox detallarını o sizə deməyəcək heç vaxt. Amma siz ona inanırsınız. Uşaqlarınız sizi tam bilmirlər. Hansı yollardan gəlib keçmisiniz, nə etmisiniz, tanımırlar sizi tam. Amma onlar sizə inanırlar. O inamın arxasında həm bilgi var, həm də böyük bir etibar var. Bilgini ötəcək səviyyədə. Sənin inamın bilik səviyyəsində ola bilməz. Sənin inamın biliyi həmişə ötəcək. Və bu yaxşı şeydir, bu gözəllikdir. Başa düşürsünüz, bu gözəllik olmayaydı bizim həyatımızda şeirlər yazılmazdı. Mahnılar bəstələnməzdi. Biz bir şeylər bilirik, amma bizim inamımız böyük bir kredit olaraq gəlir. O adamın üstünə, o mənbəyə. Mən Allah haqqında nə bilirəm ki? Mən biliyim çox az bir şeydir. Kaş ki çox biləm. Amma mən kiməm? Mən az bilirəm. Amma inamım biliyimdən daha artıqdır. Bilmədiyim bir şeylər görəndə də, məsələn, Quranda anlamadığım bir şeylər çoxdur. Deyirəm, mən bilmirəm. Amma inanıram ki, bunun bir hikməti var. Bunu Allah bir gün istəsə açar, istəməsə açmayacaq, layiq deyiləm deyə. Amma mən inanıram ki, bu ayə də hikmətdəndir. Cahil adam deyir ki, yox, mənə tez ol izah elə bunu. İzah eləyəmirsənsə, bütün kitabı rədd edirəm. Deyirəm, yox, mən izah eləmədiyim şeylər çoxdur. Anlamadığım şeylər çoxdur. Amma bu mənim inamımı zədələmir. Anlamadığım şeylər çoxdur, amma bu mənim inamımı öldürmür. Mən o qədər təkəbbürlü deyiləm ki, ayağımı basım ki, yox, mən indi hər şeyi anlamalıyam. Əks təqdirdə Allahım sənə inanmayacağam. Sən nətər yaradırsan bu kainatı? Nə danışırsın? Heç məsələ, ali riyaziyyatda elə bölmələr var ki, mən niyə girirəm ora ki? Ya məsəl üçün fizikada mütləq sən elə hər şeyi anlamalısan. Einstein leksiyalar verirmiş Avropada. Çoxlu da adam yığılırmış həmişə onun leksiyalarına. Bum yaranmışdı, fizika bumu. Və bir qadın leksiyadan sonra çıxır, ona soruşur ki, professor, bax siz danışırsınız, amma mən səmimi etiraf edeyim ki, mən sizin danışdığınızı anlamıram. O da deyir ki, mən də sənə etiraf edeyim ki, Avropada 3-4 adam məni anlaya bilər ancaq. Amma leksiyalara gəlirlər də nə qayrıq. Ona görə bilik məsələsində çox belə israrlı olmaq olmaz. İnsan çox az şey anlaya bilir, amma inamı daha çox ola bilir. Və o inam da cəhalət deyil, inam mərifət ifadəsi olanda inamdır. İnam insanlıq ifadəsi olan. Sənə çay gətirdilər, verdilər. Sən də götürsən onu içirsən. Bəlkə içinə zəhər atıblar, bəlkə nə eləyiblər, elə obsessiv xəstələr olur da, təmiz idim o stəkan falan, elə sən yaşaya bilməzsən. Sənə bu Allah ananı verdi, vətəni verdi, içdiyimiz suyun xoşluğu var, Quranda ayət var, meyvələr verdi və mən inanıram ki, o yaxşı birisidir. O bu dünyanı zülm üçün yaratmayıbdır. O inam işığında da anlamağa və oxumağa çalışıram. Başıma gələnləri, dünyada gördüklərimi, inamsızlıq işığında yox, inam işığında. Ona görə inam həmişə biraz bilikdən çoxdur. Mənə görə də inam daha önəmlidir mənim üçün. Amma bəzən olur ki, insanların inam hissinə belə inancı itir. Bax, o zaman o nə etməlidir? İnam hissinə inancı itir.
O xəstəlik haldır, o dəhşətli haldır. Onu kimlərsə çalışıblar ki, bu adamın inamını sarsıtsınlar və pis ən böyük zalımlıq insanlarda inamı öldürməkdir. Pis adam inam qıra-qıra gedir. Məsələn, məmurdur, birisi gəlir onun yanına, o da onun bütün ədaləti olan inamını qırır. Deyir, mənə bu qədər pul gətirməsən sənin işini düzəltməyəcəm. Onda da yoxdur o pullar. Amma haqqı var onun ki, bu məsələ ədalətlə çözülsün. Qırıla-qırıla gedir. O adam nə boyda zülm edir. Allahdan küstürür insanları, yaramaz. O adam cibinə biraz pul geçsin deyə insanları Allahdan küstürür. Allah hesabını verəcək. Bütün zalim adamlar insanları Allahdan küstürürlər. Bütün xəyanətkar adamlar insanları Allahdan, insanlıqdan küstürürlər. Görürsüz, 2 dəfə, 3 dəfə əli yanmış bir adam, qız bütün kişilərə nifrət edir sonra. Və ya 2-3 dəfə əli qadınlardan yanmış adam bütün qadınlara nifrət edir. Məhv edirsən sən onun həyatını. Qalxa bilmir sonra o. Yapma belə şeyləri. Ona görə hər bir insan nə etdiyinə baxsın. Sizinlə təmasa gələn adamlar sizdən inam işığı aparsınlar, ədalətə güvən işığı aparsınlar, gözəlliklə təmasa gəlsinlər. Yəni siz missiyadasınız. Konfutsi deyirdi ki, harda işləməyinizdən asılı olmayaraq siz ibadət halında olmalısınız. Siz böyük bir missiya yerinə yetirirsiniz. İnsanları ya işığa yönəldirsiniz, ya da ümidsizləşdirirsiniz, atırsınız kənara. Çox böyük zülümdür bu. Həqiqətən. Hər kəsin öz işinə qarşı məsuliyyəti bu qədər sevgisi olsa, siz deyən kimi hər kəs işığa yönəldər. Ümidsizliyə, o qaranlığa deyil də, həqiqətən də hər kəsin içində bir ümid yaranar. İnanc yaranar. Həm də ki, mən hər zaman deyirəm ki, birinə duyğularını bəslədiyində, sən sanki o duyğuları ona əmanət etmiş kimi olursan və qarşıdakı da o əmanətə sahib çıxmayanda bəlkə onu elə bir şəkildə qıra bilər ki, onun əlindəki tək dəyərli şeyi də almış ola bilər. Yəni siz bayaq dediniz ki, qırmayın insanların qəlbini. Bəlkə o insan o qədər sevgiyə inanır, amma sən onun əlindəki o tək dəyərli şeyi aldıqda onun qəlbi çirklənmiş olur. Ümidi qırılır onun ki, bu dünyada ədalət yoxdur deyə bir quyuya düşür və sən kömək edirsən onun quyuya düşməyinə, etmə bunu. Zülümdür. Çox gözəl danışdınız. Çox gözəl də yenə dediyim kimi başlanğıcda dedim ki, mənə mesaj göndərilmiş kimi hal-hazırda da elə hiss etdim ki, sanki alması lazım olduğum o mesajı yenə aldım sizdən. Çox təşəkkür edirəm. Sağ olun. Həqiqətən də çox maarifləndik. İnşallah ki, izləyicilərimiz üçün də maraqlılar. Sağ olun. Əlbəttə ki. Çox sağ olun, var olasınız.